Aile toplantıları neden çok ehemmiyetlidir? Aile toplantıları ailenin bütün üzvlerine beraber derecede değer vermek, onların məsuliyyət və müstəqillik şuurunu inkişaf etdirmək məqsədilə təşkil olunur. 4 yaşına çatmış övladın iştirakı ilə ailə toplantılarını təşkil etmək daha məqsədə uyğundur. İlk əvvəl ailə toplantılarını valideynlər idarə edirlər. Sonra müəyyən bir yaşa çatdıktan sonra övlad bu özünə hazır hiss etdikdən sonra övladı da ailə toplantılarının idarəçiliyinə cəlb etmək məqsədə uyğundur. Təbii ki, kiçik yaşlı övladlarımız da ailə məclislərində iştirakçı kimi iştirak edə bilərlər. İlk əvvəl həftə ərzində hansı işlər görüləcək, bütün bunların hamısının siyahısı çıxarılır. Sonra kimin hansı işi öz üzərinə götürdüyü, hansı işə cavabdehliyi daşıdığı, hansı işin məsuliyyətini öz üzərinə çəkdiyi ilə bağlı ailə toplantı dəftərində, protokolunda qeydlər aparılır. Və eyni zamanda ailə toplantıları dəftərində əgər ailə üzvlərindən hansısa öz üzərinə götürdüyü, cavabdehliyin daşıdığı işi yerinə yetirməzsə, hansı əvəzi ödəyəcəyi də ailə toplantı dəftərlərində qeyd olunur. Burada söhbət cəzadan getmir, sadəcə əvəz ödəməkdən gedir. Bunlar hamısı qarşılıqlı razılıq şəklində müəyyənləşdirilir və yazılır. Övlad irəliyə doğru məktəbə getməyə başladıqdan sonra onun məktəbə getməsi, gəlməsi, tapşırıqlarını etməsi də o cavabdehliyin, o məsuliyyətin içərisinə daxil edilir və necə ki ata işə gedir, işini görür, pul qazanır, necə ki ana da işə gedir və yaxud ev işlərini görür, övladın da məktəbə getməsi, tapşırıqlarını etməsi onun məsuliyyətinin daxil olan işlərdəndir. Eyni zamanda da evdə də hansısa görəvində olan, vəzifəsində olan işlər vardır və bunları yerinə yetirmədikdə yenə söylədiyim kimi o əvəz ödəmə metodundan istifadə olunur. Ailə toplantıları bazar günləri qeyd olunur. Buna xüsusi bayram təntənəsi verilir. Ailənin sevdiyi yemək pişirilir həmən gün. Ailə toplantıları övladı nə qazandırır? Ailə toplantıları övladı diqqətli olmağa təşviq edir. Ailə toplantıları övladın hər hansı bir məsələ ilə bağlı müstəqil fikir yürütmə bacarığı aşılayır. Ailə toplantıları övlada problem həll etmək alışkanlığı qazandırır. Ailə toplantıları övladı seçim etmək, qərar vermək, seçim və qərarların məsuliyyətini daşımaq alışkanlığı qazandırır. Ailə toplantıları övladı özgüvən qazandırır, özünə inam qazandırır, özdəyər qazandırır. Ümumiyyətlə, ailə toplantıları pedaqoji dərsliklərdə övladlar üçün, valideynlər üçün təklif olunan ən gözəl, ən sadə bir övlad yetişdirmə vasitəsidir. Ailə toplantılarının əhəmiyyəti ilə bağlı daha geniş məlumatı Xoşbəxt Övlad Böyütməyin Fəlsəfəsi kitabından əldə edə bilərsiniz.